Salam hörmətli izləyicilərim. Bugün də belə bir rezinkanın toxunmasını istəyirəm göstərim. Bu rezinkada 2 ilməkdən əmələ gələn bir rezinkadır. Mən burada belə qısa formada saxlamışam. Kim istəyir enli toxuya da bilər. Lap bura qədər də kim nə ürəyi nə qədər istəyir toxuya bilər. Burada düymə tikən yerdir. Burada da həmin naxışın 1, 2, 3, 4 dənəsini saxlamışam. Enli istəsəz buradan da saxlaya bilərsiniz 5 dənəsini belə bu formada 10 ilmək. Burada 8 ilməkdir. Biri kənar ilməkdir. 2, 4, 6, 8 ilmək. Kənar ilməkdən başqa 8 ilməkdir. Bunun üçün də indi belə bir milimi götürürəm. Bunun üstə cüt ilməklər yığıram. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek yığdım milimin üstüne. Şimdi burada da bir sıra ters toxuyuram. Bütün ilməkləri ters toxuyuram axıra qədər. Düz üzüdür bura. Kənar ilməyi də tərs toxudum. İndi tərs üzdən yenə bütün ilməkləri tərs toxuyuram. Kənarı götürürəm. Toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən birinci ilməyi götürürəm. İndi bunu götürəndən sonra bu 2 ilmənin arxa tərəfindəkini götürüb bu ilməklə yerini dəyişirəm. Belə. Sonra düz toxuyuram ikisini də. Yenə bunu da arxa tərəfdən, bütün ilməkləri arxa tərəfdən götürürəm. Bu formada. Sonra düz toxuyuram. Yenə bunu arxa tərəfdən götürdüm.
Qabaqdakı ilməklə yerini dəyişirəm. Əvvəl bunu toxuyuram, sonra da birinci ilməni toxuyuram. Belə xres kimi alınır. Sıranı axıra qədər bu formada toxuyuram. Axırıncı 2 ilməni də yerini dəyişdim. Düz toxudum. Kənar ilməyi də tərs toxuyuram. Belə formada. Tərs üzdən bütün ilməklər hamısını tərs toxuyuram. İndi düz üzdən birinci ilməyi yenə götürürəm kənara. Bu ilməkləri indi üstdən götürürəm. Yerini dəyişirəm əvvəlki yerinə. İndi üstdən götürürəm. Yerlərini dəyişirəm. Əvvəlki yerinə. Belə zigzag kimi alınır. Bu formada. Bu sıranı da axıra qədər belə toxuyuram. Bu formada. Bir üzdə altdan götürürəm. Arxa tərəfdən götürüb yerini dəyişirəm. Bir üzdə də bir sırada. Düz üzdən. Arxa tərəfdən hamısı tərs olur. Tərs ilməklərdir. Axırıncının da yerini dəyişdim. Düz üzdən ilməklər hamısı düz toxunur. Kənar ilməyi tərs toxuyuram. Arxa üzdənsə hamısı tərs toxunur.
formada. İndi buranı təzədən yenə arxa tərəfdən götürürsüz, toxuyursunuz. Mən istəmirəm çox toxumaq. Video çox uzun olur ona görə. İndi buradan mən bu formada toxumuşam. İndi ilməkləri buradan düz götürürəm. Kənarı götürürəm, tərs götürürəm. Qalan ilməkləri düz toxuyuram. Bura qədər düz toxudum. Buradan indi yenə bu hissəni, bu düymə yerini yenə dəyişirəm. Belə nə qədər istəyirsiniz o qədər saxlaya bilərsiniz. Enliyin neçə ilmə istəyirsiniz. Bu qədər, yəni burada mən 2, 4, 6 ilməkdir cəmi. Burada səhv elədim. Burada bu ilməkdən çevirməliydim. 2, 4, 6 kənar ilməklə 7 ilməkdir. Mən burada göstərmək üçün eləyirəm bunu. Siz istəsəz neçə ilmə istəsəz saxlaya bilərsiniz. Enli, dar. Kimin ürəyi necə istəyir elə də toxuya bilər. Rezinka hissəsində elə. İndi yenə arxa tərəfdən ilməkləri yerini dəyişirəm. Kənarı da tərs toxudum. Belə. Arxa tərəfdən yenə hamısını tərs toxuyuram. Kənarı götürdüm. Toxumadım qalanları hamısını tərs toxuyuram. Belə, indi buradan elə bir düz üzdən 2 sıra toxuyuram. Arxa üzdən də 2 sıra toxuyuram. Sonra burada bütün düz üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. Belə. İndi bura qədər toxudum. Buradakı ilməyi təzədən yenə yerini dəyişirəm. Bu 6 ilməyi. İndi üst tərəfdən dəyişirəm bu tərəfə. Bir dəfə o üzə, bir dəfə bu üzə, zigzag kimi. Kənar ilməyi də tərs toxudum. Arxa üzdən yenə bütün ilməkləri tərs toxuyuram.
Orada. İndi bu üzdən yenə bir sıra düz üzdən düz toxuyuruq, arxa üzdən də tərs toxuyub, yenə təzədən bunu tikişi qoyuruq da burada. Bu formada. Bu da belə. Sağ olun. Gələn videomda görüşənə qədər.